İtin kosmosda olması haqqında eşitmisiniz. Yəni ilk dəfə kosmosda olan it Belka və Strelka adlı itlər idi. Lakin pişiyin kosmosda olması haqqında eşitmisinizmi? Pişiyin ilk və sonuncu dəfə kosmosa çıxması 1963-cü ilin 18 oktyabrında oldu. Belə ki, 1963-cü ildə Fransada Aviasiya Təbabətinin Tədqiqi və Təhsil İnstitutu pişiyin vestibulyar aparatının öyrənilməsi haqqında bir layihə işlədi. Çəksizlik şəraitində. Belə ki, pişik bilirsiniz ki, yerə düşəndə həmişə əvuzla düşür və möcüzəvi şəkildə öz bədənini tənzimləyir. Bunu ölçmək üçün bunu çəksizlikdə ölçmək istəyirdilər. Və 14 pişik namizədin içindən bir dənə C341 adlı bir dişi pişik seçildi. Dişi seçilməsinin səbəbi onların daha sakit davranmaları idi. Və həmin gün, yəni 18 oktyabr 1963-cü ildə həmin pişik Veronika AC-1 aparatında, yəni raketində kosmosa qaldırıldı və 157 kilometr hündürlükdə raket kapsula ayrılaraq 5 dəqiqə göydə qalandan sonra isə yerə indi. Pişiyin manipulyasiya sistemini, vestibulyasiya sistemini öyrənmək üçün onun beyninə elektrod yeritmişdilər. Çox sakit özünü aparan pişik elektrodlarda heç bir panika, şayə, belə bir şeylər göstərmədi, təşviş göstərmədi. Lakin yerə düşəndə təəccüblü oldu ki, o ayağı üstə deyil, arxası üstə düşmüşdü. Və 2-3 ayda həmin pişiyin üzərində eksperiment aparıldıqdan sonra isə həmin elektrodu dayandırmalı oldular, lakin bu çox problemli oldu. Belə ki, pişiyi öldürmək lazım gəldi. Çünki elektrod onun beynindən çıxartmaq mümkün olmadı. Və tədqiqatlar da çox da belə uğurlu bir nəticə də vermədi və ortada yanan yazıq o pişik oldu və öldü. Əhali arasında pişiyə Felix adı verdilər. Lakin pişik dişi olduğundan ötürü onu Felicity adlandırmağa başladılar. Ona görə bəzən axtarsanız kosmosda Felicity deyə axtarsanız belə bir məlumat çıxasıdır.